Ma burada irad tutmayın deyə buradakılar hamısı şahidlər də, müharibədə olublar. Ma Ararat zəng elədi. Deyə özü də buradadır, oturubdu, buradadır şahiddir. Dedi ki, evet, deyəsən səhv eləmirəmsə ayarı ki bindirdilər maşına apardılar. Elə düz də deyilmiş. Dedim, harda apardılar? Mənə qayıtdı ki, bilmirəm harda tutublar, amma elə çığırda aparırdılar ki. Dedim, bunu harda tutdular, nətər tutdular, necə apardılar, hara apardılar. Ondan sonra qayıtdı ki, dedi, orasını bilmirik. O dəqiqə başladım həyəcan təbiri salmağa, səsküy salmağa ki, bunları hara apardılar, nətər oldu? Biraz da səs elədim, ay hara gedirsiniz, mən sizsiz nətər olacağım, nə qayracağım, nə inirəcəm? Dalıcada Rubeni, Dalıcanda Sakiyanı, Payatona, bunlar hesad əsir düşən kimi başlayıblar çığırışmağa, qorxudan. Əsasən, ay papa, ay mama, ay Sarkisyan. Dedim, Sarkisyan nəyə çağırmışlar, Sarkisyan ölveri mənə çağırsınlar da. Sarkisyan da İlham Əliyevin dəmir yumruğunu görən kimi qaçıb girmişdi Sadeşinin müharibədən 10 gün hardasa sonra çıxdı. Çıxan kimi də başladı məni şərrəməyə ki, bunların hamısını sən eləmsən. İndi qalmışam ortada, Fuab bir tərəfdən, tanklar bir tərəfdən, bayraqlar bir tərəfdən, Harop bir tərəfdən. Sarkisyan da sən deşiyindən çıxıb özün qoyub bambalıya. Dedim, səfək köpək oğlu, mən sənə zibila düşmüşəm. 2 dənə də qırıcı qaldırmışdıq havaya, o tərəfdən nətər cüppuldadıflarsa adını qoydular ki, dağa dəyirdi. Dağ nədir, elə raketlə vurmuşdular ki, Makron yığdı ki, o nəydi, o nəylə vurublar, mənim yuxuma girib. Qardaş, indi döyüş bölgəsindən çıxmışıq, söyüş bölgəsindən çıxamırıq, biri bir qəbik. İlk dəfə istifadə olunan söyüşlər. Kimdə mənə söyür, elə bir ki, presel adresiyası adrədə ona qoymuşam, hamısı gelir, elə bir ki, Sarkisyan özünə. Orada yığdım Makrona ki, səni doğanana sənin mələr qoysun, nətər ki, mənim mələr qoydum. And içmişəm, o Sarkisyan bu ölkədən çıxan kimi navodka verəcəm, gəlib aparsınlar. Gəlib aparsınlar, otursun Ayarkin Rubeyin yanında, ağlı başına gəlsin, görsün nətər olur. İndi bir 40-50 il yatar. Qalar, çıxar, gələr, qalmazda oturar onların yanında. İkinci tərəfdən də o xaricdəki dost tanışlarıma demişəm, hara getsə Sarkisyan navodka verəcək, gəlib aparıb salacaq içəri.